Elhamdülillahi Rabbil alemin. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Ve sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Uşaqlar üçün olan ərəb dili dərslərinə davam edirik. Keçən dərslərdə biz ərəb dilində adın nədir sual verməyi öyrəndik. Və ərəb dilində kişi cinsi üçün məsmuka, qadın cinsi üçün isə məsmuki. Və bu suallara cavab verərkən ismi, yəni mənim adım, bundan istifadə edəcəyik. Məsələn, əgər bizdən soruşsalar, əgər bir kişidən soruşsalar, məsmuka, adın nədir? O belə cavab verəcək. İsmi, məsələn, ismi Muhammed, adım Məhəmməddir. Yaxud ismi Xalid, adım Xaliddir. Yox, əgər bir qadından soruşulsa, məsmuki, adın nədir? O ismi Xadicə, ismi Əminə. Yəni belə cavab verəcək. İndi isə üçüncü dərsi keçirik. Əd-dərsu səlis. Keyfə halukə. Bu dərsdə keyfə halukə sualını öyrənəcəyik. Keyfə halukə, halın necədir və yaxud necəsən kimi tərcümə edə bilərik. Unzur və istəmi' və a'id. Bax, dinlə və təkrarla. Keçən dərslərdəki kimi ən birinci dialoqu oxuyacağam və tərcümə edəcəm və sonra onu bir daha ərəbcə olaraq oxuyacağım. Muhammed deyir ki, Əssəlamu aleykum. Fadil deyir ki, və aleykumussalam. Muhammed deyir ki, keyfə halukə, halın necədir? Necəsən? Fadil deyir ki, ənə bi xeyrin vəlhamdülillah. Mən yaxşıyam. Həmd olsun Allaha və yaxud həmd Allahadır. Və keyfə halukə əntə. Və sən halın necədir? Və yaxud sən necəsən? Muhammed cavab verir ki, bi xeyrin vəlhamdülillah. Yaxşıyam, həmd olsun Allaha. İndi isə ərəbcə. Muhammed, Əssəlamu aleykum. Fadil və aleykumussalam. Muhammed, keyfə halukə? Fadil, ənə bi xeyrin vəlhamdülillah. Və keyfə halukə əntə? Muhammed, bi xeyrin vəlhamdülillah. Unzur və istəmi' və a'id. Bax, dinlə və təkrarla. Bu dərsdə verilmiş sözlər ənə, mən, həm kişi cinsi üçün, həm də qadın cinsi üçün işlənir. Əntə, sən, kişi cinsi üçün işlənir. Bi xeyrin vəlhamdülillah. Yaxşıyam, həmd olsun Allaha. Keyfə halukə, halın necədir? Və yaxud necəsən? Bu sual kişi cinsi üçün işlənir. Deməli, bu dərsdə biz öyrəndik keyfə halukə. Əgər bizdən soruşulsa keyfə halukə, necəsən? Biz belə cavab verəcəyik. Ənə bi xeyrin vəlhamdülillah. Və yaxud bi xeyrin vəlhamdülillah. Bu qədər. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.